Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Biz daha bir müharibəni həll etdik. Ermənistanla Azərbaycan arasında. Xəbər verilir ki, bunu ABŞ prezidenti Donald Trump Yaxın Şərq Sülh Samitində bəyanatla çıxış edərkən deyib. Ermənistanla Azərbaycan arasında münaqişənin həllindən danışan Trump, Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ilə avqustun 8-də keçirilmiş görüşünü xatırlayıb. Mən onlarla oval ofisdə görüşəndə bir-birinə əks tərəfdə oturmuşdular. Təxminən 32 il vuruşdular, amma işimizi bitirdiyimiz zaman hər ikisi bir-birini qucaqlayırdı. İndi də onlar dostdurlar və çox yaxşı anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu inanılmazdır deyə Trump əlavə edib.